Bu salatı həqiqətən də çox sevəcəksiniz. Tam da mövsümə uyğun. Kələm salatı olsa da içərisindəki ingredientlər fərqlidir. İlk öncə dolmalıq kələmi julyen formasında doğrayıram. Kələmi seçərkən diqqətli olun ki, çox sərt olmasın. 2 ədəd xiyarın orta hissəsini saxlayıb kənarlarını salat üçün ayırıram. Eyni ilə xiyarları da julyen doğrayıram. Bir gün sizlərə tərəvəzlər necə tez-tez doğranır onu da öyrədəcəm. Ardından 1 ədəd kökün qabığını soyub rəndədən keçirdib salata əlavə edirəm. Mən cəfəri sevmədiyim üçün salata keşnişdən və şüyüddən istifadə elədim. Ardından 250 qram da qarğıdalı konservası əlavə eləyib yaxşıca qarışdırıram. Qarışdırma qabım balaca olduğu üçün keçdim plastik böyük qaba. Zövqə görə duzu və istiotu da əlavə eləyib yenidən qarışdırıram. Bu salatın özəlliyi isə sosundadır. 3 yemək qaşığı xama və ardından 3 yemək qaşığı mayonez. Sonda isə qarışdırıb servis edə bilərsiniz. Ərzaqların miqdarını isə sizlər üçün açıqlamada yazmışam. Hazırlayan hər kəsə indidən nuş olsun. Videonu bəyənib sevdiklərinizlə paylaşın. Hələlik.